Allah sizə güc və qüvvət versin. Çox böyük bir, belə deyək ki, iş təqdim edirsiniz. Həqiqətən də Allahın gözəl adlarını çox gözəl şəkildə təqdim edirsiniz. Hər gündə təşəkkür edirlər sizə, çatdırmaq da mənim borcumdur. Bu gün də inşallah eşidək sizi, gözəl çıxışınızı. Yaxşı, inşallah Allah lütf eləsin bu gün də mövzunun haqqını əda eləyək. Belə başlamışıq da ilk gündən və lillahil əsmaul husna. Ona məxsusdur ən gözəl adlar. Yəni mövzumuz əsmaul husnadır. Əsma yəni adlar. Əsma isim sözünün cəmidir. Bizim leksikonda da işlənir isim. İsmin nədir? Əsma adlar. İsim ad. İsmin cəmi əsma. Bəli. İsim, sima eyni köklü sözlərdir. Məsələn, deyək, filan kəsin siması xoşdur. Filan kəsin siması insanı narahat eləyir. İsim və sima ərəb mənşəli kəlmədir. İkisi də eyni kökdən götürülüb. Əlaqəsi var. İnşallah bu əlaqəni deyim ki, ismin özünün lüğəvi mənasına varağın. Çünki məsələn biz bu Əsmaül Husnadan ki danışırıq, Bismillahirrahmanirrahim deyirik, isim kəlməsindən istifadə edirik. Görə elə bu isim özü nədir? İsim özü nədir? Bunu biraz bilək, sonra inşallah asta-asta da biraz da mövzunu dərinləşdirək. Bəli, isim və sima eyni köklü sözlərdir. İsim bir nəzərə əsasən və daha çox dəqiq nəzərə əsasən simət sözündən götürülüb, sima da, isim də simət sözündən götürülüb. Simət ərəblər nişanəyə deyirlər, əlamətə deyirlər. Məsələn, bu onun nişanəsidir, bu onun əlamətidir. Əlamət və nişanəyə simət deyirlər və isim və sima ikisi də bu kökdən götürülüb. Yaxşı? Aha. Allah bu sima sözündən, hələ mən bu simanı izah edeyim sizə, sima sözündən Quran-ı Kərimdə söhbət açıb. Məsələn, Allah Teala Quran-ı Kərimdə günahkarların və iman əhlinin simasından danışır. Dedim, axı, isim və sima eyni kök sözlərdir. Nişanə və əlamət. Allah da Quran-ı Kərimdə 2 dənə simadan söhbət açıb. Hələ ki, bizim mövzumuza uyğun deyirəm də. Biri möminlərin simasıdır, biri günahkarların simasıdır. İkisindən də ayə var. Məsələn, ayə deyim sizə, yu'raful mucrimun bisimahum. Günahkarlar simalarından tanınarlar. Hələ mən belə tərcümə edirəm. Yəni, günahkar simasından tanınar ki, günahkardır. Yaxşı. Başqa ayə deyim sizə. Simahum fi vucuhim min əsəri sucud. Keçdi möminlərin simasına. Deyir, çöhrələrində səcdən izi var. Allah. Möminin nişanələrindən biri budur ki, çöhrəsində, ayə belə deyir, səcdənin izi var. İndi bu səcdənin izi nə mənadadır? Hansı anlamada inşallah izah verirəm sizə. İlk öncə bunu deyim sizə ki, baxın, ərəb dilində sima üz və çöhrə mənasında deyildi. Bəs niyə oldu? Niyə bu üzə sima dedilər? Ona görə ki, adətən ki, insan çöhrəsi ilə tanınar. Onun üzünə baxıb tanıyarlar da. Deyirlər, bir şəklinə baxım, səsinə qulaq astım, bildim, onun haqqında danışdınız, bildim. Şəkli var, üzünə bir dənə baxım, üzünə baxır, deyirəm, tanıdım. Tanıdım. Çünki insanın çöhrəsi ilə tanıyarlar deyənə, çöhrəsi onun tanımaq üçün bir nişanədir, əlamətdir. Bu çöhrənin adını ərəblər qoyublar sima. Bu çöhrənin adını qoydular, adı nə? Sima. Möminin də iman əlaməti, Quran deyir, möminin iman əlaməti onun çöhrəsindən, onun üzündən bilinir. Yəni, onun üzündə nə var ki, oradan da bilinsin? Quran deyir, əsəri sucud. Onun çöhrəsində səcdən izi var. Səcdən izi yəni nə mənada?
Səcdənin izi, yəni bəndəlik izi. Bəndəlik. Bəzən düşünür alında o qara olmalı. Yox, olmasa da olar. Bəndəçilik. Deyil mi? Amma səcdəyə getməsin. Səcdəyə getməlidir. Bəndəçilə səcdəyə gedər də. Bəndə düz deyil. Əgər çöhrəsi elə şəkildə olar ki, əgər bir şəxs onun simasına baxsa, simaşünas olsa, yaxşı sözdür, simaşünas olsa, onun simasına baxsa, bilər ki, o mömindir, yoxsa mömin deyil. Biri gəldi, məsumlardan birə dedi ki, mən səni çox istəyirəm. İmam biraz sükut elədi, qayıtdı ki, yox, sən o siyahıda yoxsan. Simasını gördü də. Bizi sevənlərin siyahısında yox. Sən yoxsan o siyahıda. Sən deyirsən, amma o deyil. Sən kimdir, sən deyən kimi. İmam onun simaşünaslığı, simasına baxır, görür ki, bəndəçinin izi yoxdur. Əsər-i sucud yoxdur. Bu yoxdursa, məhəbbət də dildə deyirsən sən. Həqiqəti heç məhəbbət də yoxdur. İn kuntum tuhibbunəllah fəttəbiuni yuhibbukumullah. Əgər Peyğəmbəri Allahı sevirsizsə, yaxşı, Peyğəmbərə itaət eləməz. Peyğəmbərə itaət edən Allaha itaət. Bu itaətdən sonra yaranar o məhəbbət. Həqiqi məhəbbət itaətləndir. İtaətsiz məhəbbət biraz o deyil. Yaxşı. Əgər o əsər-i sucud, səcdənin izini istəyirsinizsə, səcdənin izi nədir? Yəni, bəndəçilik. Baxın, bəndəçiliyin möhrü səcdədir. Bir insanın qiyam halı var, rüku halı var, bir də səcdə halı var. Səcdə halı bəndəçiliyin rəmzidir, nişanəsidir. Ona görə fikir verin, Adəmi yaradan ki, məlakəyə nə dedi? Uscudul Adəm. Demədi, rüku eləyin o qabağında, səcdə eləyin o qabağında. Sizin bəndəçiliyinizi ortaya qoymaq istəyirəm. Görək, bəndəsiz yoxsa yox. Çünki mələikə əsər-i sucudu var idi, bəndəçiliyi var idi. Bəli, ibadun mükremun bir yerdə Allah Teala deyir ki, onlar mənim bəndələrimdir. Amma şeytan sübut elədi ki, bir ömürdür, ibadət eləyir, amma bəndə deyil. Bəndəçilikdən əsər əlamət yoxdur. Görünən budur ki, bəndəçiliyin izi biraz fərqli mövzudur. Deməli, əziz Allahımız buyurur, yu'raful mucrimun. Həm günahkarlar simalarından tanınır, həm də simahum fi fucuhihim min əsər-i sucud. İman əhlilə simasından tanınır. Amma sima nədir məndadır? Yəni, nişanə, əlamət. Çünki insanın çöhrəsinə baxında onun tanımağa bir nişanədir onun çöhrəsi, bir əlamətdir onun çöhrəsi. Bu çöhrənin adını ərəblər qoyublar nə? Sima. Yaxşı. Buraya can birazca da izah verdik. Yaxşı. Axı dedim, isim də sima eyni köklü sözlərdir. İndi keçək Allahla bağlı isimlərə. Yaxşı. Bu isimlər də eyni zamanda onu bizə göstərir. Kimi bizə göstərir? Allahı bizə göstərir. Allahı bizə tanıdır. O Allahın o adlarına baxırıq. Məsələn, Qəhhar, Zu-intiqam, məsələn, tutaq ki, Şədidul İqab, ya məsələn, Qafir, bağışlayan, Rəhim, Rəhman. Bu adlar nədir? Bir növ nişanədir, əlamətdir ki, onu tanıyırıq. Başlayırıq onu tanımağa. Yolu buradan keçir. Allahın isimləri ilə Allahı tanıyırıq. Yəni, biz istəyirik Allahı tapaq, Allahı tanıyaq. Bəndə deyilik, biz Allahımı tanımalıyıq da. Necə ki, məsələn deyirəm, sizə yol nişanələri insanın hara çatdırır? Yol nişanə, sağa dön, sol, hədəfə çatdırır, nişanə. Eyni zamanda da bu isimlər, Allahın isimləri insanı Allaha çatdırır, Allaha aparır. İrfanda maraqlı bir dənə mövzu keçir. Həmən bu isimlərə Allahın adlarına məfatihul qeyb deyirlər. Məfatih açar, qeybin açarları. Yəni bu adlar açardır. Həm dünya açardır, həm axirət açarıdır. Həm də eyni zamanda mələkutun açarıdır. Mənəvi səmaların açarıdır. Qeybin açarıdır. Bu adlarla aç qapını daxil ol içəri. Məfatihul qeyb deyirlər, yaxşı. Əgər insanın qəlb gözü açılarsa, bu sözümə qulaq asın, insan aləmdə bütün bu adları müşahidə eləyəcək. Görəcək ki, aləm adlardan ibarətdir. Elə aləmdə adlardır, adlar, Allahın adları. Bütün külli xilqət Allahın adlarından ibarətdir.
Xilqət onun çöhrəsidir. Kimin? Yaradanın çöhrəsidir. Onun cilvəsidir. Həm çöhrəsi deyək, həm cilvəsi deyək. Yaxşı. İnsan qəlb gözü açılanda görür ki, aləm ayədir. Ayə yəni nə? Nişanə. Ayə nəyə deyirlər ərəblər? Nişanəyə deyirlər. Aləm ayədir, nişanə də onu göstərir. Qəlb göz açılsa onu görəcək. Onun Quran-Kərimdə ayə var, buyurur ki, Fil ardı ayatun lil muqinin. Yəqin əhli olsaydınız, yer üzündə ayələri görərdiniz, nişanələri görərdiniz, o nişanələrlə onu görərdiniz. Aləm ayələrlə doludur. Və fi enfusikum əfəla tubsirun. Görmürsünüz. Fikir verirsə, bəzi yerlərdə Allah deyir, bilmirsiniz, bəzi yerlərdə görmürsünüz. Ariflərə xitabı budur, görmürsünüz. Hələ qəlb gözü açılmayıb, onlara deyir ki, bilmirsiniz. Heç olmasa bilin də. Yəqin əhli ilə adi insanların fərqi budur ki, yəqin əhli görür. Nəinki bilir, həqiqətləri görür. Baxır, küllü aləmə əsma görür. Allahın adlarını görür. Yaxşı. Xülasə bir dənə söz deyim sizə, materialistlər bu aləmə, bu xilqətə, aləmə deyək, daha deyil. Materialistlər bu aləmə təbiət kimi baxır. Filosoflar xilqət kimi baxır. Xilqətdirsə xaliq var. Xilqətdirsə məad var. Xilqətdirsə əvvəli var. Xilqətdirsə axırı var. Tam görür. Materialistlər təbiətdir, deyir, nə əvvəli var, nə axırı. Əvvəli Allah yoxdur, sonrası da qiyamət yoxdur. Ortada bir dənə təbiət. Filosoflar xilqət kimi görür. Ariflər ayə kimi görür. Ayənlə yəni nə? Nişanə kimi görür. Aləm onun nişanəsidir. Yəni ona baxır, fəeynəmə tuvəllu fəsəmmə vəchullah. Hara baxır, onun əsmasını, isimlərini, adlarını görür. Yaxşı? Ariflərin baxışı ona görə ucadır. Uca baxışdır. İndi bizim kimlər neynəsin? Biz ki, adi səthi yaşayırıq da, yəni, deyərsiniz ki, mövzunu qaldırmışsan yuxarılara, biz də qalmışıq aşağılarda. Yaxşı, ariflərin baxışı ucadır, bildim. Ariflər küll aləmə cilvə, çöhrə kimi baxır. Amma bizim kimlər necə nəticə ala bilər bəs? Biz neynəyək? Biz də nəticə ala bilərik bu mövzulardan. Rahatlaşdırıram, düşürdürəm mövzunu aşağıya ki. Necə nəticə ala bilərəm? Aləmə baxırsan, aləmdə nə görürsən? Yaxşı. Görürsən ki, bu əvvəl yox idi, indi var olub. Bu yox idi, var olub. Yaxşı. Əgər bu ki, yox idi, var olub, deməli, bunu var eləyən var da. Birdən-birə var ola bilməz ki. Bu stəkan yox idi burada. Gələm görəm var. Nədir nəticə? Bunu kimsə qoyub bura. Yaxşı. Sabah da gələm görəm yoxdur. Bunu kimsə götürüb buradan. Aləm yox idi, var olub. Yaxşı. O birdən-birə var ola bilməz. Heç nədən var oldu. Özü-özünü var eləyə bilməz. Özü necə var eləyəcək ki? Özü kimisi də bunu var eləyə bilməz. Bu qədər şuurlu şəkildə. Nə özü özünü var edib, nə birdən-birə var olub, nə özü kimisi bunu var eləyib. Yaxşı. Bu konkret nəticədir. Deməli, ağlı işə salan kimi. Deməli, bunu var eləyən var. Deməli, bunu var eləyən var. Bu yox idisə, var olubsa, bunu var edən var. Deməli, bu özü, bu aləm, özü bir nişanədir ki, o var edən var. O var, xaliq var, müsəvvir. Allahın adlarından biri müsəvvirdir, surət verən. Surət verən var, xəlq eləyən var, malik var, yaradan var. Yox idi axı, var oldu. Artıq bu aləm bir nişanədir, bir əlamətdir. Nəyə? Var eləyənə. O var eləyən kimdir? Allahdır, yaradandır. Düzdür? Deməli, bu mənada xilqət yenə də o nə idi? Nişanəsidir. Ariflərin dilindən desək, ayə nişanəsidir onun. İndi deyirəm, xilqət o nişanəsidir. Ağılla gördük ki, bu yaradılmış aləm özü bir nişanədir ki, o kimdir? Onu yaradan var. Başqa yol yoxdur. Yaxşı. Deməli, məxluq, xilqət bu yaradılış, onu var eləyəni göstərir. Küll aləm hamısı, yer göy mənə deyir ki, mənə yaradan var. Hara baxırsan deyir, mənə yaradan var. Lazımdır ki, belə desin. İndi qulağımız eşitsə, onu da deyir. İndi biz eşitmirik.
Amma baxırsan, görsən deyir, var. Yusabbihu lillahi ma fis semavati və Əhsən. fil ard. Aləm zikr eləyir, subhanallah deyir. İnsan əqlini işə salır, görür ki, küll aləm deyir, yaradan var. Özdə o bir dəfə var eləyib, kənara atmayıb bizi. Bax, maraqlı nöqtə budur. O bizi bir dəfə var eləməyib. Hər an var eləyir, hər an, hər ləhzə. Hər an bizi var eləyir. Bu dəhşətdir artıq. Allah Quranda buyurur, kulli yevmin huvə fişən. Hər an yeni feyz. Hər an yeni varlıq. Hər an yeni cilvə. Dəhşət, hər an. Yəsəluhu mən fis səmavat və mən fil ard. Hər an sən də istəyirsən. Sən elə istəyirsən, mən də hey verirəm. Səni bir dəfə var eləməmişəm, hər an var edirəm, sənə xəbərin yoxdur. Muhyiddin İbn Ərəbinin yaxşı sözü var. Deyirdi ki, yaradılış aləmi hər an yenilənməkdədir. Demir, amma hər gün. Biz nə deməkdir bu? Yəni, hər an yeni anlardır. Hər an yeni dirilikdir. Hər an yeni həyatdır. Allah neyinir ilahi? Hər an yeni həyat. Sonra gör necə izah edir? Əgər belə olmasaydı, yorğunluq aləmə üst tutardı. Axı, monotonluqdan insan yorulur axı. Monotonluq yoxdur. Hər an yenidir. Yeni. Başa düşürsən? Əgər belə olmasaydı, yorğunluq aləmə üst tutardı. Sonra deyir ki, bu aləmdən biz kimlər yorulur? Kimlər yorulur? O kəslər yorulur ki, həmən o yeniliyi görə bilmir. Arif ləzzət alır. Niyə? Hər an baxır yeni mərifət. Hər an xəlq görür, yaradılış görür, dəhşətdir. Bu gözlə baxır, ilah, bu nədir? Yaradırsan elə, dayanmırsan elə. Xaliqdir də xaliq. Bir dəfə xəlq eləmir, elə xəlq edir. Görsən, nə qədər ona möhtacsan. Hər saniyəndə möhtacsan. Baxır Arif, deyir, Muhyiddin Ərəbi deyir, xaliqin yeni süfrəsini, təzə lütfünü müşahidə edir. Hər an. İndi bir dənə sizə ayə deyirəm, bu ayənin incəliyinə baxın, nəticə çıxardın, həqiqətən elə hamımız. Allah Teala deyir ki, bəzi insanlar vardı Peyğəmbər zamanında gəlib deyirdilər ki, Əiza mitna və kunnə turabən, biz öldük, təzdən diriləcəyik. Zalikə racun bəid. Biraz adam belə uzaq gəlir bu fikir. Ölənin sonra qiyamət olacaq. Allah bunlardan danışır. Allah nə cavab verir? Deyir, əfə'inə bil xəlqəl əvvəl. Məgər biz sizi ilk dəfə xəlq eləyəndə çətinlik çəkmişdik. Davamına baxın, bir irfani təfsirdir ya bu. Bəzi başqa təfsirlərdir, amma bu dediyim irfani bir təfsirdir. Bəlhum fi ləbsin min xəlqin cədid. Xəlqin cədid. Xəlqin cədid, yeni yaradılış. Tərcümə edeyim sənə. Siz bir də məsələdən qafilsiniz. Nədən, ya Rəbbəl aləmin, nədən? O da budur ki, siz hər an yaradırıq. O ki, qalsın elə qiyamətdə yaradacaq. Biz hər an qiyamət yaradırıq. Su xəbərimiz yoxdur ki. Biz hər an sizi yaradırıq. Nəyə ki, siz öləndən sonra sizi yaradacaq? Biz sizi hər an yaradırıq. Su xəbərimiz yoxdur. Siz nə axtarırsınız? Siz bir dəfə sizi saatı qurdular, atlar işləyir. Yox, bu hər an yaradırıq sizi. Bir dənə misal çəkəcəm ki, misalla aydın olsun. Məsələn, bir çıraqdır, lampa nəzərdə olun. İndi lampaya baxın, o işıq saçır, düzdür. Sabit kimi görünür də, yəni gördüyümüz işıq sabitdir. Amma elmi tərəfini deyirəndə, saniyədə milyardlarla yaranan kiçik işıq hissəciklərindən ibarətdir. Elə bir yanır, sönür, o qədər sürətli yanır, sönür. O qədər tez yanıb sönür, tez yanıb sönür ki, biz onu vahid və sabit işıq kimi görürük. Saniyədə milyonlarla, milyardlarla daha dəqiqsəm, yanır, sönür. Yaxşı. İşıq surəti ilə nəzərdə alın. İşıq surəti, o deyir, filan kəs işıq surətindən gəldi, keçdi yanımdan. İşıq surəti bilsin nə qədərdir? İşıq surəti bir saniyədə 300.000 kilometrə bərabərdir. Bir saniyə işıq surəti 300.000 kilometr. Yaxşı. Yəni, yer kürəsini 7 dəfə təxminən dövr edir bir saniyədə işıq surəti. İşıq o zərrəciklərdən ibarətdir. Yanır, sönür, yanır. O qədər sürətli yanır, sönür. Biz onu görmürük, sönməyini. Hələ işığı görürük. Yaxşı.
gördüyümüz işıq əslində dayanan bir su kimi deyil. Buyururlar, çox sürətlə axan çaya bənzəyir. Çay, belə bir var sudur, onu gör, yox elə gedir, yenisi gəlir, bu gedir, o birisi gəlir, bu gedir, o birisi gəlir, yaxşı. Necə ki, çayda hər an yeni su axıb gəlir, nur da belədir deyirlər, işıq da belədir. Hər an yeni, yeni, yaxşı. Baxdığımız o lampa hər an təzələnir işıq, hər an. Hər an təzələnir. Bizim gözümüz o qədər daha sürətli deyil ki, bu dəyişməyə tuta bilsin də. Hə? Biz tuta bilmirik. Biz elə bilirik ki, nədir? Elə sabit işıq görür. Yox, hər an, dedim də, neçə 100 min yanır, sönür sanki, yanır, sürətlidir. Yaxşı. Hər an var olur sanki. Bizim xilqətimiz də o cürlədir, onu istədim deyim sizə. Varlığımız da o cürlədir. Hər an varlıq verir Allah. Hər an. O qədər sürətli gedir proses ki, biz onu görmürük. Biz onu görürük bir nəfər diyam qabamızdır. Allah onu milyonlarla dəfə yaradır. Yaradır. Yaxşı. Ona görə qısa deyim də yekunlaşım. Xilqətin Allah olan nisbəti, yəni bizim Allah olan nisbətimiz, yaradılışın Allah olan nisbəti, şüanın günəşi olan nisbəti kimidir. Baxın, günəş bir an gözün qırpsa şüa var, yoxdur. Məsələn, bax, lampanın işığı düşür, işıq saçır, mən bunu görürəm. Düzdür? İşıq sönsə yenə var da bu. Yenə var. Bu buradadır, amma qaranlıqdadır. Amma işığın şüasını ona nisbət verdikdə, işıq sönsə şüa da getdi. Biz şüa misalındayıq. Günəşə nisbət. Xilqət Allaha nisbət, şüa günəşə nisbətdir. Yəni, bir an belə bizdən varlığın əsirgəmir Allah Teala. Hey var edir. Biz zatən ona ehtiyaclıyıq. Nə ki, yalnız sifətdə, zatımız ona ehtiyaclıdır. Biz belə götürməyim məsələni ki, biz varıq, amma ehtiyaclı varlığıq yox. Ehtiyaclı varlığı yox. Ehtiyacın özü iş. Bir varam, biraz da ehtiyacım var. Yox, mən ehtiyacın özüyəm. Ona görə Allah Teala deyir ki, Entumul fuqara. Siz fəqirsiniz, ehtiyacın özüsüz. Deməli, bu Allahla mənim rabitəm bu həddədir. Ki, o mən hər an həyat verir. Hər an dirildir. Hər an dirilirəm. Ona görə Allah Teala nə deyir? Deyir, in təuddu neymətəllah və la tuxsuha. Mənə neymətlərimizi sayısız qutarmayacaq. Hansına şükür edəcəksən? Hansına çatdıracaqsan? Sən təsəvvür bir saniyədə nə qədər yaranırsan? Sən bir saniyədə bir dəfə təşəkkür deyirsən. Şükür. Amma milyardlar dəfə sən Allah xəlq edir. Mən milyardların qabağında birlər neyniyəcək? Heç nə. Ona görə deyirlər, şükrün həqiqəti bilirsiniz nədir? Şükrün pik sözünü deyirəm sizə. Allahın şakir adında izah verəcəm. Şükrün pik sözü budur. Deyarsan Allahın qabağını şükür edirsən, axırda deyirsən ki, Allah bağışda, sənə layiq şükür eləyə bilmədim. Allah deyir, hə, yaxşı qəbul elədim. Şükrün həqiqəti budur. Biz necəyik amma? Biz 5-6 dəfə şükür eləyəndən sonra Allah'a borcu çıxardırıq bəzi vaxtlar. Bu da tutardı elə də. Allah deyirsən, milyardlar sənə neymət verir, həm bir saniyədə. 2 dənə şükran Allah deyirsən, məni özünə borclu görməyə başlayırsan. Niyə onu eləmədin, niyə bunu? Nə mənlə borclu danışırsan? Şükür eləməyin özünü də mən sənə nəsib eləmişəm. O dili də mən sənə nəsib eləmişəm. O hal da mən sənə nəsib eləmişəm. O neymətləri də mən sənə vermişəm. Həyatı da mən sənə vermişəm. Sən qaldın mı heç? Səndə nəsər əlamət qaldı mı heç? Ona görə insan bu əsma ilə tanış olduqca, mən əvvəldə demişdim bu sözü, get-gedə insan özünü yox görməyə başlayır. Bu nə mənada yox? Acizliyin görür, kiçikləşir, cılızdaşır. Necə qamətun var qiyamda, mənası nədir? Qamətun var qiyamda, rükuda belin qatdalandı, 2-yə bölündün, səcdə yıxıldın yerə. Da yoxam sanki, torpağa qatışdım, alnımı da qoydum torpağa. Da məndən əsər əlamət qalmadı. Ona görə deyirlər, ubudiyyətin, bəndəçiliyin zirvəsi səcdədir. Ona görə də Allah Teala deyir, əsər-ü sucud. Onların simasında səcdən izi var. Yəni bəndədirlər. Bu sima, bu isim, bu
Bu da Allahla bəşərin rabitəsi, amma inşallah hələ Əsmaül Hüsna davam edir, Allah nəsib eləsin. Maşallah olsun. Allah razı olsun. Adam bilmir desin vay halıma ya xoş halıma. Adam qarışır fikirlərə həqiqətən də.